Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala şerefil enbiya vel murselin amma ba'd. Möhtərəm müsəlmanlar, ilk öncə sizi salamlayıram. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Amma sonra bugünkü dərsimiz yenə də Şeyxülislam İbn-i Teymiyye'nin rahimehullah El-İman adlı kitabının şərhi üzrə olacaq. Və sonuncu 62-ci dərsdə biz götürdük axırda Allah Rəsulunun İmam Əl-Buxari və Müslimdən rəvayət etdiyi hədis hansı ki, hədisdə deyilir ki, Mən kənə yu'minu billahi vəl yevmil əxiri fəleyəqur xeyra əv liyəsumt. Deməli, İmam Əl-Buxari və Müslim rahimehumullah rəvayət etmişlər ki, Allah Rəsulü sallallahu aleyhi ve sellem dedi ki, kim Allaha və qiyamət günü, axirət gününə iman edirsə, qoy xeyirləri desin ya da sussun. Və sonra müəllif Şeyxülislam sözünə davam edir ki, fəəmərəl mümininə bi əhədin əmreyni. Allah Rəsulü bu hədisdə ikisindən birini seçməyi necə deyərlər? Əmr edir. Yəni ikisindən birini. Elə İmmə qavlul xeyra, ya xeyir danışmağı, əv əs-sumət, ya da susmağı. Və ləhədə kənə qavlul xeyri xeyrən minəs-sukuti anhu. Bu səbəbdən də, buna görə də xeyir danışmaq susmaqdan daha xeyirlidir. Əgər sənin xeyirləri danışmağa bir istəyin, bir halın, bir elmin və s. macalun və s. varsa, sən əlbəttə ki, nə etməlisən? Xeyirləri deməlisən və bu daha xeyirli olandır. Bu daha xeyirli olandır. Ona görə də Allah Rəsulü birinci bunu deyir. Ya xeyiri deginən və ya susquna. Sonra nə deyir? Və sukutu aniş-şərri xeyran min qavlihi. Amma şərdən sükut etmək, yəni şəri deməkdənsə susmaq daha xeyirlidir. Elə bu da ikinci haldır. Və lihədə qalə Allahu Teala, bundan sonra müəllif sözünə davam edərək ki, və lihədə qalə Allahu Teala, bu səbəbdən də Uca Allah demişdir ki, mə yəlfizu min qavli illə lədeyhi raqibun ətid. Allah Rəsulü, adadırsa Allah Subhanahu wa Taala deyir ki, ayədə ki, dediyi hər sözü yazmaq üçün onun yanında hazır durub gözləyən iki mələk vardır. Qaf surəsi 18-ci ayə. Qaf surəsi 18-ci ayə. Və bundan sonra burada qalmışdıq, bu yerdə qalmışdıq. Yəni, bundan sonra müəllif sözünə davam edir ki, və qad ixtələfə əhlü təfsir həl yuktəbu cəmiyyü əqvəlihi, deyir ki, bəs təfsir əhli, yəni təfsirçilər, müfəssirlər ixtilaf etmişlər ki, həmin şəxsin, müəyyən bir şəxsin bütün əməlləri mi yazılır? Yəni, bütün əməllərinin yazılıb yazılmamasında nə etmişlər? İxtilaf etmişlər təfsirçilər, təfsir alimləri bu ayənin təfsirində. Fəqalə mücahidun və qeyruhu yəktubəyni kulli şey hətta əninəhu fi məradihi. Mücahid və başqaları demişlər ki, bəs hər şey yazılır. Yəni, bir şəxsin hər şey yazılır, hətta xəstəlik tutduğu zaman zarımaları belə, o insan yəni xəstələnəndə
nə olur? Ona zarımaq deyirlər. Yəni belə deyək də, xəstəliyin ağrısından əziyyət çəkmək və belə hala düşdüyü zaman insan nə olur? Müəyyən səslər çıxarır, belə deyək ki, ondan müəyyən səslər çıxır və hətta onlar belə yazılır. Yəni Mücahidin, tabinlərin böyüklərindən olan Mücahidin və başqalarının elə rəyinə görə insanın hər şeyi yazılır, hətta xəstələndiyi zaman zarıması belə, xəstəliyin ağrısından zarıması belə yazılır. İkinci rəy isə, sonra müəllif sözünə davam edərək deyir ki, və qalə İkrimətu lə yəktubəni illə mə yuəxxəru aleyhi və yu'zəru. Amma İkrimə, ikinci rəyin sahibi, amma İkrimə demişdir ki, hər şey yazılmır. Hər şey yazılmır, yalnız ona savab qazandıran və ona günah qazandıran əməllər yazılır. Bu da nəyə dəlalət edir? Bəllidir ki, bəzi əməllər var ki, və ya bəzi sözlər var ki, məsələn, onda nə günah var, nə savab var. Misal üçün. Bir qism belə əməllər vardır. Sözlü və ya fiili. Yəni İkrimənin görüşünə görə, rəyinə görə yalnız əcir, savab qazandıran və yalnız günah qazandıran əməllər yazılır. Qeyriləri yazılmır. İkinci rəy budur. Sonra davam edir sözünə müəllif və deyir ki, vəl-Qur'anu yədullu alə ennəhumə yaktubəni əl-cəmiyyə. Lakin bundan sonra iki rəyi də qeyd etdikdən sonra müəllif Şeyxülislam İbn Teymiyyə deyir ki, lakin Qur'an, yəni Qur'anda olan ayələr, dəlillər, naslar buna dəlalət edir ki, onun şəxsin, yəni bütün əməlləri yazılır. Vəl-Qur'anu yədullu alə ennəhumə yəktubənil cəmiyyə. Yəni bütün əməlləri yazılır. Bütün əməlləri yazılır. فَإِنَّهُ قَالَ مَا يَلْفِزُ مِنْ قَوْلِ. Bunun da dəlili nə dedi müəllif? Dedi ki, Quran buna dəlalət edir ki, bütün əməlləri yazılır. Elə nədir dəlili? Davam edir və sözünü gətirir. Deyir ki, مَا يَلْفِزُ مِنْ قَوْلِ. Yəni danışdıqları hər şey. Bu da nəyə dəlalət edir? Ümumiliyə dəlalət edir. Dediyi hər sözü yazmaq üçün onun yanında, ayəni oxuyuram, dediyi tərcüməsini yəni, dediyi hər sözü yazmaq üçün, hər sözü, baxın, hər sözü. Və dolayısıyla bu, deyilənlərin ümumisinə də nədir? Şamil edilir. Deyilənlərin ümumisinə də şamil edilir. Dediyi hər sözü yazmaq üçün onun yanında hazır durub gözləyən iki mələk vardır. Və bu səbəbdən də birinci rəy racihdir, tərcih edilir. Qaf surəsi 18-ci ayədir və sonra deyir ki, istidlal etdiyi dəlili gətirir ayədən. Yəni ayədən çıxardığı dəlili gətirir. Bu da nəyə dəlalət edir? Davam edir və deyir ki, nəkratun fiş-şərti muakkidatun bi hərfin min. Deyir, şərtin deyir, nəkrəli olması elə, yəni qövl kəlməsi ki var, elə onun müəyyənlik halda olmaması, elə ismin, yəni müəyyənlik halda olmaması və ya qeyri-məlum halda, belə deyək, olması onun, yəni min hərfi ilə müəkkədə edilməsinə, yəni təkidlənməsinə dəlalət edir. Elə, bu da ona dəlalət edir ki, ayədə qeyd olunan mə yəlfizu
min qavli, yəni qavli kəlməsinin əlif ləmsiz olub qeyri-müəyyənlik halda olması bunun ümumi olmasına dəlalət edir. Dolayısıyla qeyd olunan onu ifadə edir ki, dediyi hər söz, bax bu qayda çıxarılır, o qövlü kəlməsinin qeyri-müəyyənlik halda olması onu şərt olaraq ümumi olmasına, ümumiliyinə neynir? Dəlalət edir. Və sonra davam edir sözünə və deyir ki, fəhəzə yəummu kullun qavli. Bu da ümumidir və bütün dediklərinə şamil edilir. Yəni insanın bütün dedikləri. Yəni nə deyir desin. Elə onun hər şeyinə necə deyərlər, nə edilir? Şamil edilir və bu da dəlildir. Baxın, ayədən çıxarılan dəlildir. Qrammatik bir dəlildir, belə deyək. Qaf surəsi 18-ci ayə. Bundan sonra müəllif sözünə davam edərək deyir ki, və əydən fəkəvnuhu yu'cəru alə qavli müəyyən əv yu'zəru. Həmçinin buna dəlalət edən amillərdən və ya dəlillərdən biri budur ki, insan müəyyən söz, burada məhz söz qeyd olunur, lakin əməllərə də şamil edilir. Yəni ayədə qeyd olunan dediyi hər söz, yəni deyilən sözlərə şamil edilir. Yəni, lakin təbii ki, əməllər də bura nədir? Daxildir. Çünki əməllər də ya insana savab qazandıran əməllər olur, ya da günah qazandıran əməllər olur. Dolayısıyla nə cür nə ki sözlər savab qazandıran və günah qazandıran olur, eynən əməllər də elə olur. Ona görə də fərqi yoxdur. Yəni, baxmayaraq ki, ayəni müəllif gətirir sadəcə deyilənlər barədə, lakin hökm nədir? Ümumidir. Həm deyilənlərə, həm əməl edilənlərə şamil edilir. Və əgər bir bəndə bir əməl edirsə ki, o əməl xeyr əməllərdəndir və ya savab qazandıran əməllərdəndir, əlbəttə ki, ona görə nə edir? Savab qazanır. Həmçinin əksi. Əgər bir adam elə bir əməl edir ki, o əmələ görə günah qazanır, yəni əlbəttə ki, ona görə də nə edir? Ona üçün günah qazanır və günah yazılır. Və bundan sonra buna müəllif də deyir ki, həmçinin o, yəni müəyyən sözü deməsi ilə necə əcir qazanmış olur, yəni savab qazanmış olur, həmçinin və ya günah qazanmış olur və ya günah qazanmış olur və sonra deyir ki, yəhtəcu ilə ən yərifəl kətibu mə umira bihi və mə nuhiyə ənhu və həmçinin ihticac edilir onunla ki, bilinir ki, yazan ya bir şeyləri əmr edir və ya bir şeyləri qadağan edir. Yəni buradan da murad, yəni insan nəyi bilir? Baxın, nə deyir? Deyir ki, nəyi bilir? Bilir ki, nələr əmr olunubsa, o əməllər xeyir əməllərdir. Nələr qadağan edilibsə, o əməllər belə deyə də günah əməllərdir. Ona görə də insan bunu bilir. Ona görə də bilir ki, nəyi bilir? Yəni əmr edilmiş olanları dediyi və ya əməl etdiyi zaman buna görə savab qazanmış olur. Həmçinin əksinə günah, doğrusu qadağan edilmiş olan bir əməl və ya söz fərq etməz, etmiş olarsa ona görə nə edir? Ona görə günah qazanmış olur. Və bunu deyir müəllif. Və sonra sözünə davam edərək deyir ki, فَلَا عَبُدَّ فِي إِسْبَاتِ الْمَعْرِفَةِ الْكَاتِبِ بِهِ إِلَى نَقْلٍ. Labüddür ki, elə yazanın elə bunu nəql edilmiş olana bilməsini ispat etsin. Bu da nə demək? Labüddür, yəni hədislər və ya ayələr yazılmış olduğu zaman hansı ki tərkibində müəyyən
əməllərin və ya hökmləri ihtiva edir. Məsələn, qadağaları və ya əmirləri ihtiva edir. Elə bilməsi gərəkir ki, nələr əmr olunmuşdursa o insana savabı qazandıran əməllərdir və nələrdən də qadağan edilmişdirsə, yəni insanlar o əlbəttə ki, günaha səbəb olan və ya günaha aparan əməllərdəndir. Bax belə. Və bundan sonra müəllif sözünə davam edərək deyir ki, və əydən fəhvə mə'murun immə biqavlil xeyri və immə bissümət. Və həmçinin deyir, hər bir kəs mə'murdur, yəni əmr edilmişdir, ya xeyirləri demək ilə və ya susmaq ilə əmr olunmuşdur. Yəni, hər kəs bununla necə deyərlər, əmr edilmişdir. Yəni, hər kəsə, necə hədisdə də yuxarıda qeyd etdiyimiz Allah Rəsulundan, Allah Rəsulu nə dedi? Dedi ki, mən kana yu'minu billahi vəl yevmil axir fəleyəqulu xeyran əv liyasum. Yəni, kim Allaha və qiyamət gününə, axirət gününə iman edirsə, inanırsa, qoy ya xeyir desin, ya da sussun, Dolayısıyla əmr edilmiş olan xeyrin deyilməsi, qadağan edilmiş olan da şər olandan susulmasıdır. Yəni, şər olanın deyilməməsidir. Və bundan sonra müəllif sözünə davam edərək deyir ki, فَإِذَا عَدَلَ أَمَّا أُمِرَ بِهِ مِنَ السُّمَاتِ إِلَى فُدُولِ الْقَوْلِ الَّذِي لَيْسَ بِخَيْرٍ. Əgər, sonra davam edir və deyir ki, əgər deyir, ədalətli olan bir kəs olmuş olarsa, yəni hər hansı bir kəs, müəyyən bir şəxs, əgər o zaman ədalətli olmuş olar və ya əgər ədalətli olan bir şəxsdirsə, o zaman əmr edilmiş olanları susmayacaqdır. Əmr edilmiş olanları susmayacaqdır. Nəyə görə? Çünki əmr edilib ki, onları demək. Yəni, xeyir olanların deyilməsi zaten əmr olunub. Məsələn, yəni, insanlara xeyir əməllərin çatdırılması, bəyan edilməsi, necə məsələn, Allah Rəsulü sallallahu aleyhi ve sellem məşhur olan bir hədisdə nə deyir? Deyir ki, bəlliğu ənni vələv ayə. Dedi, məndən heç olmasa bir dənə ayə çatdırın. Yəni, heç olmasa ən balaca, belə deyək də, ən asan, ən yüngül, ən çətin olmayan, belə deyək, necə deyirsiniz deyin. Yəni, ən asan olan bir şeyi heç olmasa ləfsi ilə Allah Rəsulü bunu qeyd edir. Məndən heç olmasa bir dənə ayə çatdırın. Yəni, kimə çatdırın? İnsanlara, özümüzdən sonraki nəsillərə və s. Yəni, əmr edilmiş olanlarda xeyir vardır. Çünki bu hökm, baxın, mütləqdir. Bu hökm nədir? Mütləqdir. Niyə görə? Sual edilə bilər. Niyə? Çünki Allah-u Teala nəyi və ya Rəsulu, Allah Teala və ya Rəsulu nəyi əmr etmişdirsə, nələrə əmr etmişdirsə, illə onda mütləq olaraq xeyir vardır. İllə onda əmr edilmiş olan əməllərdə nə vardır? Mütləq olaraq xeyir vardır. Yəni, onlarda heç bir ziyan yoxdur. Həmçinin nə ki, ikinci hal, nə ki qadağan edilmişdir, mütləq olaraq o qadağan edilmiş olanlarda xeyir qalmamışdır. Baxın, mütləq olaraq xeyir qalmamışdır. Ona görə şəriətin və ya Allahın bəyan etdiyi əmirlər vardır və qadağalar vardır. İki cür. Yəni, bu məsələn, iman etmək və ya küfür etmək kimidir, misal üçün. Onlar da iki dənədir. Necə cənnətdə də, axirətdə də
cennet vardır, bir de cehennem vardır. İki tane o da. Yani dolayısıyla kim emredilmiş olanları dünya hayatında icra edecekse cennete gidecek. Bu kadar basit yani. Kim qadağan edilmiş olanları icra edecekse veya iman etmeyecekse Allah'ın dinine ne olacak? Cehenneme gidecektir. Bakın bu kadar basittir aslında. Her şey aslında bu kadar basittir. Yani sadedir. Allahu Ekber. İnsanların çoxu aslında bunda qəflətdədir. Baxmayaraq ki, bu sadə bir məsələdir. Və sonra sözünə davam edərək deyir ki, yəni əgər deyir ədalətli bir şəxsdirsə, o əmr edilmiş olanları susmayacaqdır. Elə çünki onların deyilməsində və ya danışılmasında xeyir vardır. Yəni xeyirdən uzaq deyil. Elə xeyirli olanlar danışılmalıdır və ya əmr edilməlidir və ya çatdırılmalıdır insanlara. Və sonra sözünə davam edərək deyir ki, "Kana hada alayhi fa innahu yakunu makruhan və makruhu yanqusuhu." Və əgər deyir bu ona deyir bəyənilməz olmuş olarsa, yəni məsələn var bəzi adamlar məsələn əmr edilmiş olanlardan xoşlanmazlar. Yoxdurmu? Belə adamlar vardır. Yəni misal üçün Allahın əmr etdiyi misal üçün əməllər vardır ki, elə məsələn adamlar var ki, onlardan xoşlanmazlar. Bəyənməzlər, belə deyək, necə müəllif deyir. Onların bəyənməməsi artıq naqisliyi gətirir onlara. Çünki burada axı xeyir var və xeyir olanlar bəyənilməlidir. Bəyənilməməsi nədir? Anormaldır. Elə? Bəyənilməməsi nədir? Anormaldır. Ona görə də nə edilməlidir? Bəyənilməlidir. Ona görə müəllif nə deyir? Deyir ki, "Kana hada alayhi." Bu onun əleyhinə olmuş olar. Əgər əmr edilmiş olanlardan sussa. Çünki əmr edilmiş olanlar deyilməlidir, əmr edilməlidir. Yəni necə Allah Subhanahu va Taala Cəbrail əleyhissalama dedi, Cəbrail əleyhissalam gəldi Muhammed sallallahu əleyhi və səlləmə təbliğ etdi. Muhammed sallallahu əleyhi və səlləm sahabelərə təbliğ etdi. Elə Quran və sünnəni elə sahabelər də tabiinlərə təbliğ etdi. Tabiinlər tabiinlərə, sonra gəldi bizim günümüzə çatdı və bizdən də sonra ta ki qiyamətə qədər bu cür nə ediləcək? Ötürüləcəkdir. Nəsildən nəsilə, şəxsdən şəxsə. Allahu Ekber. Nəsildən nəsilə, şəxsdən şəxsə. Ona görə də bir adam əgər əmr edilmiş olanı susarsa, çünki elmi gizlətmək ən böyük günahlardan biridir. Elmi gizlətmə, necə Allah Rəsulü bunu bəyan edir. Elm yayılmalıdır, çatdırılmalıdır. Ona görə Allah Rəsulü dedi ki, "Bəlliğu anni və la ayə." Məndən çatdırın, heç olmasa bir ayə. Və sonra deyir ki, nə deyir? Əgər bir adam deyir, əmr edilmiş olanı فَإِنَّهُ يَكُونُ مَكْرُوهًا وَالْمَكْرُوهُ يَنْقُسُهُ. Əgər deyir, o deyir, onu deyir, bəyənməzsə, yəni əmr edilmiş olanı, artıq bu onun üçün nədir? Naqislikdir. Artıq bu naqislikdir yəni. Çünki əmr edilmiş olanda nə dedik? Dedik, mütləq xeyir var. Əgər bunda mütləq xeyir varsa, bir insan onu bəyənməlidir. Niyə bəyənməsin ki? Yəni, xeyr olanı, məsələn, insan bilir, məsələn, bəzən xətalar etsə də təyinində, nəyin xeyirli, nəyin zərərli olmasında bir çox insanlar bunda xəta edir təbii ki. Ona görə də müəllif burada ona görə bunu gətirir ki, var belə insanlar. Belə insanlar var ki, hansı ki, əmr edilmiş olanı bəyənmirlər və onların bəyənməməsi onlar üçün naqisliyi cəlb edir. Və sonra sözünə davam edərək deyir ki, "Vəlihədə qalə Nəbiyyü sallallahu aleyhi və səlləm min husnil islamil mər'i
terkuhu ma la ya'nihi. Ve sonra müellif sözüne devam ederek deyir ki, buna göre deyir Allah Resulü sallallahu aleyhi ve sellem demiştir ki, meşhur olan hadiste, bəs bir kişinin İslamının gözəlliyindendir ki, ona ait olmayan meseleleri terk etsin. Ona ait olmayanları neylesin? Terk etsin ki, bu hadis de deməli İmam Tirmizi'nin Sünen kitabında təxric edilmiştir. Elə rivayet edilmiştir. Ebu Hureyre'den elə həmçinin bu hadisi rivayet etmiştir İbn Mace Sünen kitabında. Deməli Tirmizi'nin məslərini deyim bir dəqiqə. İmam Tirmizi Kitab-ı Zühd'də, Zühd kitabında Babu fi men tekellem bi kelime yudhiku minhen nas. Yani bir insanın danıştığı söz ki, hansı ki o söze göre insanların ona gülməsi babı. Belə bir başlıq açır. Bir nəşrdə, belə deyək, 4-cü cild 558-ci səhifədə və həmçinin bu hədisi İbn Məcə rivayet edib. Sünen kitabında Kitabul Fitəndə Babu Hifzul Lisan fil fitnə fitnələr kitabında deməli fitnələr zamanı dili qorumaq babında İmam İbn Məcə bu hədisi rivayet etmiştir. Bir nəşrində 2-ci cild 1315 sayılı səhifədə, 115-ci səhifədə, 1315-ci səhifədə. Həmçinin bu hədisi rivayet edib İmam Malik El-Muvatta kitabında və s. İbn Əbi Dünya Es-Sunt kitabında və başqaları. Belə desək daha doğru olar. Və hədis səhihdir. Hədis nədir? Səhihdir. Bundan sonra vaxtımız da daralır, lakin bir cümləni də ən az oxumaq imkanımız olacaq. Və bundan sonra müəllif sözünə davam edərək deyir ki, فَإِذَا خَادَ فِيهَا لَا يَعْنِيهِ. Əgər ona ait olmayan bir məsələ olarsa, elə nə olmuş olar? O bundan nə edər? Bundan zərər gələr ona. Məsələn, günah qazanar yəni. Elə? Yəni belə şeylərdən Allah Rəsulü nə deyir? Deyir, çəkinsin yəni bir şəxs. Və izə xadə fīmə lə yənihi. Yəni, əgər o ondan çəkinməzsə, artıq günah qazanmış olar və ya naqislik əldə etmiş olar. Və davam edir və deyir ki, nəqasə min husni islamihi. Nə deyir? Deyir ki, onun İslamından bir şeylər naqisləşər. Onun İslam, yəni savablarından nə edər? Kaybedər. Savablarından bir şeylər itirmiş olar. Yəni savabları azalar. Elə? Çünki Allah Rəsulü nə deyir hədisdə? Min husnil islamil mər'i elə? Tərkuhu mə lə ya'nihi. Yəni kişinin İslamının gözəlliyindəndir ki, ona ait olmayan şeyləri nə etsin? Tərk etsin. Bax belə. Və sonra müəllif sözünə davam edərək deyir ki, fəkənə hədə aleyhi. Və bu da onun əleyhinə olmuş olacaq. Yəni bu onun İslamının gözəlliyindən olan bir naqislik olmuş olacaq və bu da onun xeyrinə deyil, yəni leyhinə deyil, əleyhinə olmuş olacaq. Yəni bu da nə demək? Bu da deməkdir ki, yəni buna görə savab qazanmayacaq, buna görə nə qazanacaq? Günah
qazanmış olacaq. Burada qalırıq Allahın izni ilə. Müxtəsər bu qədər. Allah bilir. Esselamu aleykum və rəhmətullahi və bərəkətuh.